Salam aleyküm əziz bağbanlar, hər birini salamlayırıq. Burada bir ərazimiz var, yeni gilas bağı salınır. Bunun deməli planlaması çıxaracaq, sxemi çıxarılır 3-5-ə. Gördüyünüz kimi. Burada da Ayaz qardaş gəldi sxemi çıxaran Nurlanla. Bax, GPS ilə bu avadanlıqla birbaşa profesional şəkildə çıxarılır. Da iplərlə filan atılıb ölçülmür də. Bu cür daha dəqiq olur. Yeri nişanlanır. Gördüyünüz kimi. Keçən də bir yoldaş sual vermişdi ki, sxemi necə çıxarırsınız filan. Bax, bu cür çıxarır. Əgər balaca bir yersə, bağban istəmirsə, başqa diri gözün çıxar. Amma belə də belə olur. Mən bunu xətlərini melliyib gedirəm ki, gəlsin qazsın. Hə, traktorunu qazıyacaq olsun. Tez bazar. Hə. Ver mənə vurum gəlim mən. Vurum gəlim deyəndə gəlirəm də səninlə onları vurma. Hələ? Elmədin də gəlir də, elmədə gedər də söhbət deyil. Olsun. Mən söylə. Və görəm indi payanı mənə. 1 metr aralanırsan da oradan, ha? Hə, təxminən. Gəl bura. Verin 1 metr. Mən bu qələmim bu deyil, onsuzdur. Mən qələmim sağa solu soruşa bilər. Mən o başdan gələcəm qələmi alıb. Ha, o mel mənim cərgəmin düzlüyüdür. Hə, gəlim. Buna bağlı buranı deməlilər nasıl? Bunlar bizim analiz adamımızdır. Deməli, gördüyünüz kimi bu cür. Laboratoriyada burada da işimiz demək olar ki, yekunlaşır. İndi razivka olunandan sonra gəlib qoyulan qazıyacaqlar. Onun traktorunu qazıyacaqlar qoyulan təcili. Sonra da əkim və damlamanın çəkilib suyun buraxılması. Bir dəqiqə üzü yaza doğru gedir deyənə hamı sürətlə işini görməyə çalışır. Və hər kəs öz işini tələsdirir. Xeyirli olsun inşallah. Bunlar da klasik ağaclardır yerin içində. Bağban çıxarmamaq istədi. Mənə qalsa söküb çıxaram həmişə. Boş görmək istəyirəm ərazi. Burada da anali ilə damlama xətti bölünür, hardan gələcək, qazıntısı filan olacaq. Yorulmayasam. Bu cür gördüyünüz kimi bunu qazıyacaqlar. Biraz yer əyimli olduğuna görə damlamasında da xərclər çox alacaq. Yerin relyefindən də çox şey asılıdır. Usta pulu da artır onun avtomatik. Yəni qiymətlər immeni bir yerə görə təyin olunmur. Orada adi bir dənə döngü atırsansa kalen, avtomatik onun üstünə gəlir 20-30 manat bir dənə döngüyə görə. İndi əyimlər olduqca belə olur. Neysə, xeyirli olsun hər kəsə uğurlar işlərində. Sadəcə olaraq bir bunu göstərmək istədim. Bir yoldaş demişdi, deməli, belə deyim ki, sizə profesional bağlar olanda, məsəl üçün də 5 hektar, 10 hektar və özü yuxarı. Orada layihəçilər var. Onları çağırırsınız. İndi bizdə var da yoldaşlar. Onlara deyirik, məsəl üçün Aydın bəygil var. Onlarla işləyirik, sağ olsunlar. Buradan da salamımızı çatdırırıq. Onlar gəlir, deyir ki, bax, gölün burada olacaq, filan iş burada olacaq. Əlavə avadanlıqlar burada tikəcəksən, motorxana burada olacaq. İşçilərin istirahət edən yeri bağ evi kimi bura olacaq. Bütün hamı layihəni sənə verirlər. Xəritəni çıxarırlar, hər şey eləyirlər. Çox da baha bir qiymət deyil. Və sxemi də çıxarırlar sənin üçün. Necə istəyirsən, məsəl üçün Gizella əkirsən, Maksim əkirsən, fərqi yoxdur. Nə bağ qurursansa, ona uyğun sizin üçün o çıxarırlar, layihəni çıxarırlar. Bu avadanlığı da çəkim. Burada da qoyulub ümumi yeri götürmək üçün. Hər kəsin işlərində uğurlar. İnşallah başqa gözəl işlərdə görüşərik. Metrəndə atar. Salam aleyküm. Deməli, buradakı ərazimizə baxmağa gəldik. Razivka olundu. Sağ olsun Ayazgil tərəfdən. Planlamasını çıxardılar 3-5-ə. Səliqəlidir. Superdir. Hələ kameradan tam o göstərilə bilmir. Allah kameradan belə göstərim. Düppədüz istədiyim kimi. Çox səliqəli. Buna deyərəm iş. Qələmi də gətirib əksinlər. Onsuz da damlamanı da qurma biraz vaxt alacaq.
özümüz eləyəndə tam o səliqəni heç vaxt almaq olmur. Düzdür, bir də vaxt yoxdur mən onu eləyim. Bir dəqiqə onun vaxt yoxdur konkret olaraq. Amma ki deməli özləri gəlib planlama eləyəndə belə GPS-lə çox səliqəli düşür. Bu işə də xüsusən məsəl üçün Aydın bəygil baxır. Bizdə 5 hektara kimi olan bağlarda 3 hektar, 5 hektar bu arada Ayazgilinə eləyirik. Heç bir problem olmadan səliqəli çıxır. Yəni bu cür. Düz deyə Ayazgil 10 hektarı da eləyər olar ki, problem deyil. Sadəcə olaraq vaxt məsələlərinə görə onlar da mənə başqa işlər görür, çatdırmırıq. Xeyirli olsun inşallah hər kəs üçün. Allah, gedək biz buradan. Traktor da işim qutarıb çıxır.